Növbəti sualda deyir ki, Şeyx Albani, həmçinin bəzi alimlər saqqalı adi vaxtda da bir ovuca qədər götürməyi icazəli bilib, yoxsa ancaq ümrə və həcdə olarkən saqqal haqqında varid olan hədislərdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyuruyor, saqqalınızı uzadın, bığınızı qısaldın, bir ləfsə gəlir ki, özünüzü müşriklərə bənzətməyin, birində deyir ki, özünüzü yahudilərə bənzətməyin, başqa bir ləfsədə özünüzü məcusilərə bənzətməyin. Bu hədislərdən heç birində Rasulullah sallallahu aleyhi və səlləm saqqalı qısaltmağı əmr etməyib, yaxud icazə verməyib. Sadəcə olaraq sahabələrdən bəzi İbn Ömər radiyallahu anhına Allah Taala'nın bu ayəsinin ki, "Lə tədxulunnal məscidil harama inşaallah əminina muhalliqina ruusakum və muqassirin." Siz inşallah Məscid-i Harama daxil olacaqsınız, əmin-amanlıq içində saçınızı qırxdığınız halda və qısaltdığınız. Və muqassirin kəlməsini İbn Ömər radiyallahu anhına belə başa düşür ki, özü ictihad edərək burada məqsəd saqqalı isə qısaltmaqdır. O yüzdən də İbn Ömər radiyallahu anhına həcdə və ümrədə saqqalın bir qabdadan, yəni bir ovuçdan artığını götürərdi. Bu İbn Ömər radiyallahu anhının ictihadı idi, əksər sahabələr isə bu rəydə deyildilər. Şeyx Albani rahimehullah isə saqqalı bir qabdadan artıq götürməsini İbn Ömərin əməlinə görə ümumi olaraq, mütləq olaraq deyir. Baxmayaraq ki, İbn Ömər özü mütləq olaraq deməyib. Şeyx Albani'nin özünün tələbələri də Şeyx Albani'yə bu məsələdə müxalif olublar. Onlar mütləq olaraq saqqalın bir ovuçdan artıq götürməyi demirlər. Onlar deyirlər ki, bir ovuçdan artıq həc və ümrədə götürmək. Yəni İbn Ömərin əməli kimi olmağı onlar icazəli görüblər. Hər bir halda məşhur bir sözdə ki, "Əs-səlamətü lə tə'diluhə şey." Yəni salamatçılıq kimisi yoxdur, belə deyək. İnsan ən azı ixtilafdan çıxmaq üçün, yəni çünki digər üç məzhəbə görə İmam Əhmədin də görüşü budur ki, bir ovuçdan artıq götürmək icazəlidir. İmam Əhmədin belə bir görüşü var, amma digər üç məzhəb Hənəfilərə, Şafilərə, Malikilərə görə bir dənə tük belə götürmək haramdır. O yüzdən də yəni cümhur alimlərin rəyi, yəni baxırsan ki, daha güclü rəy kimi görünür. Allah aləm, yəni insan ehtiyat edərək saqqalına toxunmaması daha haqqa müvafiqdir, düzünü Allah bilir.